ABC düzbucaqlı üçbucağında ABC 90 dərəcədir. Yəni B bucağı 90 dərəcədir. CD tən bölən AD 3, BD 2 olarsa AC tərəfinin uzunluğunu tapın. Bir düzbucaqlı üçbucağımızı çəkək. Burada CD tən böləndir. Yəni bu bucaq alfadırsa bu bucaq da alfadır. Yaxşı çəkmədik. Bu bucaq alfadırsa bu da alfadır. Bu da D. A, B, C. AD 3 verilib. BD 2 verilib və AC tərəfinin uzunluğu tələb olunur. Tənbölənin xassiyəsinə əsasən bu hissə olacaq. Yəni alfanın qarşısındakı tərəf 2-dir, belə deyək. CB də olacaq 2x. Tənbölənin xassiyəsinə əsasən və AC də olacaq 3x. Pifaqor teoremi tətbiq edə bilərik. Yəni 3x-in kvadratı bərabərdir 2x-in kvadratı üstə gəlinsin 2 ilə 3-ün cəmi, yəni 5-in kvadratı. Buradan alırıq 9x kvadrat bərabərdir 4x kvadrat üstə gəlinsin 25. 9x kvadratdan 4x kvadrat çıxsaq 5x kvadrat alırıq. O da 25-ə bərabərdirsə x də bərabərdir. 25-i 5-ə bölsək 5 düşür. X-in kvadratı 5-ə bərabərdir. Və biz x-i tapsaq x bərabərdir, onda kök altda 5 olmalıdır. AC tərəfi lazım idi. AC 3 vurulsun kök altda 5. Yəni cavabımız oldu 3 kök altda 5.